Bu günlərdə paytaxtda Amerika ağ kəpənəyi adlanan zərərvericilərin sürətlə çoxaldığı və yaşıllıqlara ciddi zərər vurduğu müşahidə olunur. Bunun qarşısını almaq üçün şəhər üzrə geniş miqyaslı profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Əməkdaşlarımız iş prosesini izləyiblər. Paytaxtın demək olar ki, əksər ərazilərində ağacların yarpaqlarını bürüyən ağ tora bənzər yuvalara addım başı rast gəlinir. Bu, ağ Amerika kəpənəyinin yuvasıdır. Qarşısı alınmadığı təqdirdə zərərverici sürətlə çoxalaraq qısa müddət ərzində geniş əraziyə yayılır. Paytaxtın zərərvericilərdən zərər görən ərazilərindən birindəyik. Hazırda gördüyünüz kimi zərərvericilərə qarşı dərmannama prosesi icra olunur və bununla da zərərvericilərin yayılma arealı minimuma endirilir. Ağ Amerika kəpənəyinin tırtılları olan bu zərərverici 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə və bir çox meyvə ağaclarına ziyan vurur. Abşeronda aparılan tədqiqat zamanı tırtılın 30 növ bitki ilə qidalandığı müəyyən olunub. Bu zərərvericilərin qarşısını almaq üçün dərmannama prosesi ağaclarla yanaşı torpaqda da həyata keçirilir. Burada ağaçlarda həqiqətən də o qurtlar var, tırtır deyirlər, nə deyirlər, belə bir qurtlar peyda olub. İndi dərmanlayıblar, indi biz istəyirik ki, bu mütabiqədə olaraq dərmanlansa daha yaxşı olar da. Tez-tez bu işləri görsələr, ağaçlarımızda, yaşıllığımızda qalar, insanlarımız da yaxşı nəfəs alar. Mütəmadi dərmanlasalar çox yaxşı olar. Özümüz alıb dərmanlayırıq podiyezləri. Dəhşət dərəcədə. Əsas tut yarpaqlar, burada da tut çoxdur. Tut yarpaqlarını məhv verirlər və bütün ağaçları da. Bu ziyanverici həşəratlar həm ağaçların məhvinə gətirib çıxardır, həm də ki, buradakı sakinlərin rahat istirahəti üçün maneçilik törədirlər. Burada yaradılmış bu nə skameykalarla oturmaq mümkün deyil, nə də ki, uşaqların əyləncəsi üçün istirahət mümkün yoxdur. Ağacların fotosintez prosesinə ciddi təsir edən bu zərərvericilərə qarşı paytaxt ərazisində mütəmadi olaraq dərmannama prosesi icra olunur. Bu dərmanların isə insan sağlamlığına zərəri olmadığı vurğulanır. Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, bu proses həm yaşıllıqların sağlam saxlanılması, həm də şəhər estetikasının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qeyd olunan ünvanlara baxış keçirilib və bu baxış zamanı müəyyən olunmuşdur ki, bu ağ Amerika kəpənəyinin tırtıllarıdır. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və qurdların aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır. Profilaktik dərmannama işləri həm də şəhərin estetik görünüşünün mühafizəsinə xidmət eləyir. Emil Məlikov, Kamran İsayev, AzTV Xəbər.